Salam uşaqlar, fizika ikinci hissədən situasiya suallarına baxırıq. Situasiya nömrə 9. Müəllim doyan və doymayan buxarın bir-birinə çevrilməsi hadisəsini izah etmək üçün içərisində doymayan buxar olan silindrik qabı metal manometrlə birləşdiribdir. Baxın, bir vəziyyətindədir, buradadır. Burada hamısı doymayan buxardır. Bu elə bir ki, bunları hər iki görməyin, 2 ilə ölçü. Və manometrə birləşdiribdir qazın təzyiqini ölçmək üçün. Sonra deyir, sabit temperaturda, yəni temperatur sabitdir. Lap yaxşı, izotermik prosesdir. Porşeni bir vəziyyətindən gətirib iki vəziyyətindən. Yəni bunu bax sürüşdürüb aşağı, bir porşeni sürüşdürüb aşağı nə edib? Qazı sıxıbdır. Həcmi azaldıbdır. Qaz doymayan buxar həm də nədir? Qazlar, qaz qanunlarına tabedir belə deyək. Etdirməklə buxarın həcminin azalması zamanı manometrin göstərişinin artdığını göstərib. Manometr nəyə ölçür? Təzyiqi. Göstəriş artıb. Yəni təzyiq artıbdır. Lakin porşenin aşağı doğru sonraki hərəkəti zamanı manometrin göstəricide heç bir dəyişiklik baş verməyibdir. İndi gəlin suallara bir baxaq. 1, 2 və 2, 3 yer dəyişmələri zamanı buxarın üzərində hansı proses verilmişdir? 1-də deyir ki, 1-dən 2-yə gələndə izotermik prosesdə götürübdür porşeni aşağı elib, yəni qazı sıxıb, manometrin göstərişi artıb, təzyiq artıbdır. Bu izotermik prosesdə nədir? Qaz qanunlarına tabe doymayan buxarın Boyle-Marriott qanunudur. İzotermik prosesdə həcm və təzyiq bir-birindən tərs asılıdır. Həcmi azaldırsansa, təzyiq artar. Manometrin göstərişi artıbdır. Bu nədir deməli? İzotermik sıxılma prosesidir. İkinci prosesdə 2-dən 3-ə gələndə artıq nə baş veribdir deyir? Deyir, təzyiq dəyişməyibdir. Artıq 2-dən 3-ə bir əzdə biz bilirik ki, doymayan buxar izotermik sıxanda bir müddətdən sonra nəyə çevrilir? Doyan buxara çevrilir. Deməli, artıq bunu 2-dən 3 hissəsinə çıxanda təzyiq dəyişməyibdirsə, 2-3 hissəsini sıxanda. Təzyiq dəyişmirsə, bu elə izotermik sıxılmadır, amma doyan buxardır. Bilirik ki, izotermik prosesdə, izotermik sıxılma prosesində doyan buxarın təzyiqi, sıxlığı və konsentrasiyası dəyişmir. Bu da onun göstəricisidir ki, manometrin göstərişi dəyişməyibdir, sabit qalıbdır. Yəni, burada yenə izotermik sıxılma prosesidir. Buxarın uyğun vəziyyətlərini əks etdirən qrafiki, yəni PV qrafikini qurmaq lazımdır. Baxın, P-nin V-dən asılığı. Birinci. Özü burada həcmləri veribdir. Ən birinci 6V-dir. Sonra 3V-dir. Qoyaq bura. Bir də V var. Deməli, ən birinci 6V-dən sıxıbdır. Düzdürmü? Yəni, azaldıbdır. Həcmdən təzyiq tərs asılıdır. Biz birinci prosesi dedik. Həcmdən təzyiq tərs asılı. Qrafik tərs asılı olmalıdır. Həcm azalır. Görürsünüz, təzyiq artır getdikcə. İkinci prosesdə təzyiq dəyişməyib. Bura doyan buxar. Onsuz da biz doyan buxara keçəndə bu qrafiki geniş araşdırmışdıq, öyrənmişdik. Düzdürmü? Bura doyan buxardır. Bax, bura doyan. Bura isə doymayan buxardır. Yəni, bu qrafiki bu cür çəkə bilərsiniz. Bir vəziyyətində buxarın kütləsidir 60 qram olarsa, burada bir vəziyyətidir. Bura 2-dir, bura 3-dür. Bir vəziyyətində buxarın kütləsidir 60 qram olarsa, 3 vəziyyətində buxarın və kondensasiya edən suyun kütləsini hesablayın. Biz bilirik ki, doymayan buxarın kütləsi sabit qalır. Düzdür, bir vəziyyətində də, elə 2 vəziyyətində də buxarın kütləsi olacaq 60 qram. İndi burada 60-dırsa buxarın kütləsi, baxın, burada 60-dırsa buxarın kütləsi, artıq bunları silin, biraz mane olmasın. Burada 60 qramdırsa, deyir, 3 vəziyyətində, burada 3 vəziyyətidir, bura 3 vəziyyətində, bura 2 idi. 3 vəziyyətində buxarın və kondensasiya edən suyun, baxın, buradan bura qədər neyiniyib? Həcm 3 dəfə azalıb, düzdür? Onda buxarın kütləsi də 3 dəfə azalacaq. Bax, 3 nöqtəsində buxarın kütləsi olacaq 20 qram. 63 dəfə azalıb 20 qram olacaq. Deməli, nə qədər orada buxar oldu? 3 vəziyyətində M buxar bərabər oldu 20 qrama. Bəs burada hara yoxa çıxdı? Nə yoxa çıxdı? Görürük 60 idi, 20 qalıb. Yoxa çıxan nədir? Mayenin kütləsidir. M maye bərabərdir nəyə? 40 qram. Bu da mayenin kütləsi olar. Bax, kondensasiyadan suyun kütləsi. Bu cür həll edilmiş olarıq.